Herkese salam, sizi ikinci vlogumla salamlayıram. Bu vlogda səyahətimizin başlanmağının necə olduğunu sizinlə paylaşacağım. Axşam rayona getmişdik, bildiyiniz kimi birinci vlogda onu göstərmişəm. Uşaqları nənə və babaya qoyub çıxmalıydıq səyahətə. Amma gecə yadımıza düşdü ki, xarici pasportlarımız evdə qalıb. Ona görə də tez Bakıya qayıtmalıydıq. Səhər tezdən oyanıb, çayımızı içib, uşaqlar ilə sağollaşıb biz yola düşdük. Getdik pasportlarımızı götürməyə birinci. Burada sizə onu izah eləyirəm. Səsim yaxşı düşmədiyinə görə səsləndirməli oldum. Burada isə artıq pasportları götürmüşük və gedirik limanına. Tez çıxdığımıza görə yola heç bir makyaj eləmədim. Sadəcə üzümü nəmləndirib çıxmışdım. Ona görə dedim ki, yolda makyajımı eləyərəm. Makyaj çantamı yanıma qoymuşdum. Belə başladım yolda makyajımı eləməyə. Gedə-gedə makyajımı eləyirəm. Burada da oynaya bəzən makyajımı eləyirəm və makyajımı yekunlaşdırana artıq biz də hava limanına çatmışdıq. Dodaq qələmi vururam burada. Dodaq qələmi vuran artıq hava limanındaydıq. Və artıq səyahətə getməyə tam hazır idi. Pasportları götürmüşdük və mən də makyajımı etmişdim. Bu iki işi eləməli idim. Neçə il olar ki, artıq heç ara getmirik. Pandemiyadan əvvəl 2019-cu ildə Türkiyəyə getmişdik. Uzun fasilədən sonra isə səyahətlərimizə başladı. Da mahnı sümüyümə düşüb oynayıram. Bilmirəm niyə Bakılı balası mahnısı sümüyümə düşür. Əslən Bakılı olmasam da bu mahnı həmişə sümüyümə düşüb və oynamışam. Sonra burada pomadanı da axtarıram. Pomadanı da vurandan sonra yekunlaşdı. Hava limanındaydıq. Bütün kontrollardan keçəndən sonra duty free-də kofe içib uçuşumuzu gözləyirdik və budur təyyarə artıq qalxdı. Artıq bir neçə dəqiqədən sonra sizə hansı ölkədə olduğumu göstərəcəm. Təyyarə ilə uçmağı çox sevirəm. Təyyarə qalxan zaman çox xoşuma gəlir. Demək olar ki, çatmışıq. Təyyarə artıq enişə hazırlanır. Şəhər bütün ayaqlarımızın altındadır. Və budur təyyarədən endik və biz Gürcüstandayıq. Tiflisdəyik artıq. Otelə gedirik. Şəhər barədə ilk təəssüratlarım çox yaxşıdır. Hər yer yaşıllıq və çox gözəl görünür. Yolları da təmizdir və genişdir. Burada taksinin bizi fırladıb otelə uzun yolla aparmağına isə xəbərimiz yoxdur. Və yekunda bizə verəcəyi, bizə göstərəcəyi həmin o taksimetrdə nə qədər yazdığını isə biz bilmirik. Çünki ilk gələndə biz bilmirdik ki, Gürcü larisi neçə manat eləyir və çox asanlıqla da o bizi aldatdı. Biz oteli tutarkən fikir vermişdik ki, hava limanına çox da uzaqda deyil, o qədər uzaq olmamalıydı. Amma taksi şoförü sağ olsun bizi aldatdı və çox uzun yolla apardı. Biz taksiyə çox böyük məbləğ verdik. O zaman bilmirdik ki, Bolt burada işləyir və Boltla da sifariş edə bilərdik. Neysə ki, macəra ilə başlayan Gürcüstan səfərimiz macəra ilə də davam eləyir. Görək hələ qabaqda bizi nələr gözləyir. Burada otağımıza girdik və birinci otağa baxırıq. Otağı bəyəndik, səliqəli, hər yer təmiz idi. Biz oteli onlayn şəkildə bron etmişdik. Ödənişi isə otelə yaxınlaşandan sonra etdik. Çox böyük bir otel deyil, ancaq səliqəli və təmizdir. Əsas odur və balkonu var idi. Balkondan mənzərəmiz isə Kür çayına idi. Kür çayı yolun qırağındaydı və burada isə balkonundan sizə göstərirəm ki, Kür çayı hardadır. Hava yağışlı idi. Biz artıq təyyarədən inəndə yağışın yağdığını görürdük. Biz hara gediriksə mütləq yağışı da özümüzdən aparmalıyıq. Burada hər bir yerə baxandan sonra biraz dincəlib hara gedəcəyimizi fikirləşirdik. Burada yoldaşımın da sizə salamı var. Daha sonra istirahətimizi edib çıxdıq. Otelə yaxın bir yerdən belə bir fast food yerinə daxil olduq və yedik. Çünki çox ac idik. Qarşımıza çıxan ilk fast food yeri yedi və dedik elə fast foodla da başlayaq. Burada Sezar salatını bəyənmədik, amma pendir sosu çox dadlı idi. Çıxdıq gəzməyə və oturduq yemək də yedik. Ondan sonra isə gəzirik. Kür çayı sahilinə gəldik. Kür çayının sahilinə gəldik. Buradakı yolu çox təhlükəli şəkildə keçdik.
Və ilk şikayətimizi başladıq ki, burada yollarda niyə piyada keçidləri yoxdur. Sonra bildik ki, ora böyük magistral yol imiş və əlbəttə ki, orada piyada keçidi olmayacaq. Və gəzə-gəzə gəldik, çıxdıq 9 Mart parkına. 9 Mart parkı sakit və yaşıllıqlarla zəngin bir istirahət məkanıdır. Burada sənət və əl işləri, rəsm əsərləri, digər əl işləri nümayiş etdirilir və satılır. Fərqli əl işləri istəsəniz buradan tapa bilərsiniz. Qiymətlər isə normal idi, çox da baha değildi. Buranın təbiətini biz çox bəyəndik. 9 Mart parkından sonra Dedayena parkı yerləşir. Parkın adı Dedayena ana dili mənasını verir. Gürcüstanın milli kimliyinin simvoludur. Yaxınlıqda bir neçə park var və hər birini gəzə-gəzə şəhəri gəzirik. Bu dəfə 9 Aprel parkına keçdik. 9 Aprel parkı da 2 hissəyə bölünür. Hava dəhşət soyuqdur, yağış yağır. Soyuqdur və mən də çox Çox nazik. Həmişəki kimi. Əvvəllər bu parkın adı Sovet dövründə Aleksandr bağı olub, indi isə 2 hissəyə bölünür. Yuxarı hissəsi 9 Aprel parkı, aşağı hissəsi isə məşhur gürcü şairi Georgi Lyanidze'nin adına olan Georgi Lyanidze parkıdır. Tbilisinin ən qədim parklarından hesab olunur. Köhnə çinar və şam ağacları ilə də tanınır. 9 Aprel parkı isə Gürcüstanın müasir tarixinə böyük simvolik əhəmiyyətə malikdir. 9 Aprel parkının yaxınlığında Gürcüstanın Milli Qalereyası da yerləşir. Qaleriyanın qarşısında da balaca bir park var və oradan biz Rustaveli prospektinə çıxdıq. Rustaveli prospektinin yaxınlığında belə bir kilsə var idi. Pasxa bayramı yaxınlaşdığına görə belə bitkilər satırdılar. Bu bitkilər Pasxa bayramının simvollarından biridir. Adı da verbana ki. Gürcüstanda azadlıq meydanı metrosu. Ana YouTube formatına uyğun çəkməyi unutdum, amma istədim ki, belə kadrlar var idi, onlardan da əlavə eləyim. Buralar Azadlıq Meydanı adlanan hissədir. Tbilisinin mərkəzi hissəsində yerləşir. Biraz qabağa getdikdə isə orada Azadlıq abidəsi var. Meydanın mərkəzində ucaldılmış 35 metrlik sütunun üzərində yerləşən Müqəddəs Georgiyanın əjdahanı məğlub edərək təsvir edən qızıl örtüklü heykəl var. Onu sadəcə çəkə bilmədim və daha sonra burada yerləşən metro və üzərində olan Qalereya Tbilisi mola da daxil olduq. Molun içi çox geniş, çox işıqlı idi, çox bəyəndik. Burada hər növ mağazinlər var idi, mağazalar var idi. Marka mağazaları daha çox idi və əlbəttə ki, onlarda qiymət biraz daha yüksək idi. Qalereya Tbilisini gəzdik. Ondan sonra isə çıxdıq Azadlıq meydanının kənarından Old Tbilisi hissəsinə keçdik. Burada belə bir mağaza gördük. Chimney Cake adlanan bir şirniyyat satılırdı. İçərisinə də dondurma doldurulur. İçi şokolad, meyvələr. Hər bir şeyi öz istəyinizə uyğun olaraq seçirsiniz. Biz burada içərisinə şokoladlı, sonra meyvələr, banan, çiyələk və ananas seçmişdik biz. Chimney Cake görsəniz Old Tbilisidə mütləq dadına baxın, çox ləzzətlidir. Keksinin tərkibində darçın olsa da, darçın o qədər də hiss olunmur. Yoldaşım darçın sevməsə də bunu çox sevdi. Sadəsinin qiyməti 11 lari idi. O özünüz əlavələr eləyirsiniz, ona görə qiymət fərqli olur. Bizim seçdiklərimiz isə 18 lari olmuşdu. Chimney Cake'imizi yeyib, Old Tbilisi ilə gəzə-gəzə gəldik, çıxdıq Kür çayının sahilinə. Buradan görünən Sülh körpüsüdür. Ora axşam getməyi planlayırdıq. Yoldaşım buradan məpə baxır ki, hara gedək. Sonra isə arxa tərəfdə görürük Vaxtan Qorqasali heykəli və Metixi kilsəsi yaxınlığındadır. Ora getməyə qərar veririk. Kilsəyə bu dəfə girmədik, çünki bugün bir neçə kilsəyə girmişdik. Kilsələrdə çəkilişə icazə vermədiklərinə görə videoya heç birini daxil eləyə bilmədim. Çox təəssüf olsun ki. Kral Vaxtanq 1-ci Qorqasali 4-cü, 5-ci əsrlərdə Gürcüstanın tarixi şəxsiyyətlərindən biridir. Əfsanəyə görə ov zamanı onun şahin quşu və ovladığı quş isti bulaqlara düşür. Bu hadisədən sonra isə kral həmin ərazidə şəhər salmağa qərar verir və Tbilisinin əsası belə qoyulur. Kəlin yaxınlığında Metixi kilsəsi Vaxtan Qorqasali tərəfindən 5-ci əsrdə inşa edilib və Tbilisinin tarixi simvollarından biridir. Bundan əlavə Tbilisi məşhur kükürdü hamamları da heykəlin yaxınlığında yerləşir. Bugünü bu qədər gəzdik. İndi gedirik. Restoran axtarırıq. Bir restoran var. Oranı az qalıb. Gedirik axşam yeməyinə. Saat 7-dir, 8-dir və biz 18 min gəzmişik. Bugün hava soyuq idi və xeyli gəzdik. Ona görə də indi yemək üçün bir yer axtarırıq ki, isti bir yerdə oturaq və isti yeməyimizi yeyək. Bugünkü seçimimiz Gürcü xəngəli oldu.
Günün son gəzintisi, son köprüsü. Artıq gedirik otelə. Hələlik birinci günümüz bu qədər.